Hələlik isə bir sujetlə davam edəcəyik. Şəhidimizin oğlu Sidneydə birinci olub. Atasının ən böyük arzusu imiş, onu gerçəkləşdirib. Bir yandan da bunun sevinci var. Bu mənim atamın arzusuydu. Mən isə bunu yerinə yetirdim. Arazın adı səhnədə hallanan kimi bir də gördüm Araz yoxdur. Azərbaycan bayrağı ilə Araz səhnədədir. Mən çata bilməmişdim. Kiçik bir bədəndə böyük uğurların daşıyıcısı. Araz Şadmanzadə hələ 6-cı sinifdə oxusa da, adı beynəlxalq arenalarda çəkilir. O, Avstraliyanın Sidney şəhərində keçirilən IMEC Beynəlxalq Riyaziyyat Olimpiyadasında qızıl medal qazanıb. 2024-cü ilin 15 dekabr tarixində IMEC Olimpiyadasından qızıl medal qazanaraq Avstraliyanın Sidney şəhərinə vəsiqə qazandım. Bununla da 2025-ci ilin 15 aprel tarixində Sidneydə həm qızıl medal, həm də dünya birincisi seçildim. 25 sual oldu və 1 saat vaxt verildi. Suallar isə ingilis dilində oldu. Mən 25 sualın 25-ini də doğru yazdım və 1 saatdan 18 dəqiqə 22 saniyəyə bitirdim. Yarış zalında əlləri ilə qaldırdığı medallar fiziki olaraq ağır görünsə də, amma onun üçün bu medallar gecə-gündüz çalışmanın, çəkilən əziyyətin, uşaq yaşında böyüyən bir əzmin simvoludur. Mən çoxlu olimpiyadalara qoşulam. 14 medalım var. Bunların 13-ü riyaziyyatdan, biri də şahmatdandır. Mən həkim olmaq istəyirəm, amma şahmatı da çox sevdiyim üçün ikinci peşə olaraq da şahmatçılığı düşünürəm. Bu mənim atamın arzusuydu. Mən isə bunu yerinə yetirdim. Bu qələbə həmçinin Araz üçün atasının xatirəsinə bir ithafdır. Arazın atası Əkrəm Şadmanov 2023-cü ildə antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olub. Bir günlük döyüşdü, heç bir şey yoxdur. Lokal antiterror əməliyyatına o heç bir şey yoxdur, bir günlük döyüşdü, hər şey yaxşı olacaq deyərək getdi. Onlar bir ailə başçısıdır, onların da övladları var. Çətin olur, bu mərhələlərdən keçmək bizim üçün çox çətin oldu. Biz ağlımıza belə gətirməmişik. Bəzən deyirlər ki, hərbiçi ailəsiz, bəlkə də hazır idiniz buna. Həqiqətən biz hazır deyilik. Biz elə bax bu otaqda solmazlıq üçün, qızım üçün ad günü keçirəcəkdik. Süfrəsi qurulu, Əkrəmi gözləyirdik ki, biz onun şəhid olma xəbərini aldıq. Arazın adı səhnədə hallanan kimi bir də gördüm Araz yoxdur. Azərbaycan bayrağı ilə Araz səhnədədir. Mən çata bilməmişdim. Həm sevinç, həm qəhərlənmək. Çünki bu Arazın atasının arzusuydu. Təxmin eləyə bilirsiniz ki, hansı duyğularla mən o səhnənin qarşısındaydım. O balaca əlləri ilə ona medal taxırlar və yaxud da ki, hədiyyə verirlər. O, onların hayında deyil. O, bayrağı düzəldir ki, bayraq düz dursun yaxasında. Atası şəhid olandan sonra Arazda elə bir içindən hirslənmə gəldi ki, mən bu qızıl medalı qazanım. Dəfələrlə yarışa gedirdi. Hər dəfə yarışa gedirdi. Bəzən deyirdim ki, Araz, bir bazar günün var, onda da sən yarışa gedirsən. Bəlkə getməyəsən, yorulursan, dincərsən. Yox, ana, bu dəfə qazanacam deyərək o hər dəfə o yarışlara girirdi. Araz öz istedadıyla bir daha sübut edir ki, əzm və çalışqanlıq varsa, heç bir yaş həddi sərhəd deyil. Riyaziyyatın dili ilə yazılmış bu qələbə hekayəsi yalnız şəxsi nailiyyət deyil, həm də bir millətin qürur mənbəyidir. Allah şəhidimizə rəhmət eləsin. Amin. Ruhu qarşısında baş əyirik. Oğluna can sağlığı arzuluyuruq. Hər zaman ailənin sevinci olsun, atasının da ruhunu şad etsin. Belə uğurlarıyla biz də öyünək, fəxr edək. Atasının adına layiq övlad. Bəli. Uğurları bol olsun. Hər zaman baxaq, sevinək. Amin. Və